O məşhur sinin içi qanlı toyuqlarını unudun. Əsl toyuq necə bişməlidir bu məkan sizə göstərəcək. Bura Chicken Project adlanır. Məncə bir dəfə də olsa mütləq buradakı təamların dadına baxın. Özdə gedəndə acı gedin ki tam həzz alasınız. Məkanda bir-birindən ləzzətli, dəhşətli burgerlər var. Düzdür, ikisini sınama şansımız oldu, amma bunların hər ikisi bu qədər ləzzətlidirsə, deməli hər biri belədir. Doğrudan da çox peşəkar hazırlanmışdı. Hələ çörəyini demirəm, yumuşaq idi. İçində istifadə edilən toyuq əti 140 qramdır. Yəni bir sözlə hər dişləmdə toyuğa rast gəlinir. İstifadə edilən soslar belə məkana özəl hazırlanır və heç bir yerdə belə soslar görməmişdim. Stripslər yüngül ədviyyatlı, amma dadı yerində idi. O qədər xırçıltılı idi ki, sanki ASMR videosu çəkirdim. İçi tam bişmişdi və sulu qalmışdı. Tam da istədiyimiz bu idi. Stripslər həddindən artıq çox ləzzətlidir. Getsəniz onlardan sınayın. Menyuda müxtəlif lavaş arası dürümlər də var. Özdə yanında ev sayağı kartofel servis edilir. Bu arada içki də burada limitsizdir. İstədiyiniz qədər götürə bilərsiniz. Evə sifariş etmək istəyirsinizsə Voltda da, Boltda da, Yangoda da aktivdirlər. Chicken Project düz sahil metrosu çıxışı ilə üzbəüz yerləşir. Aşağıda səhifələrini də qeyd edəcəm.